7-ci sinifin dərsliyində Süleyman Sani Axundovun Nurəddin adlı hekayəsini keçirik və bu hekayədə maraqlı məsələlər bizim üçün, mən də bəzi məsələlərə əlavə olaraq deyərəm, onlar da imkanınız olsa baxarsınız. Başladıq deməli əsərin süjet xəttinə. Hadisələr Qafqazda baş verir, amma hansı şəhərdə baş verdiyi bizə məlum deyil. Hadisələr Qafqazda Hacı Nəsir adlı bir tacirin həyatından bəhs edilir başlanğıcda. Göstərirlər ki, Qafqazda Hacı Nəsir adlı bir tacir məskən salmışdı, yəni yaşayırdı. Kitab belə başlayır. Yəni bizim Nurəddin hekayəmiz belə başlayır. Bu Hacı Nəsir kişinin həyat yoldaşı həm Camalda, Camal yəni yüz deməkdir, həm Camalda, həm də xasiyyətdə Həlimə adında gözəl bir həyat yoldaş var idi. Yəni həm xasiyyət gözəl idi, həm də üz baxımından Camalda, yəni Camal üz deməkdir, üz baxımından gözəl idi. Belə bir həyat yoldaş var idi Hacı Nəsirin. Amma bu Həlimənin, həyat yoldaşının adı Həlimədir. Həlimənin bircə dənə dərdi, qəmi, qüssəsi var idi, övladı olmurdu. Yəni övladı yox idi də, belə deyək. Və bu danışdığım məsələ bir janrı sizə xatırladacaq. Yəni hekayə janrından başqa bir janrı xatırladacaq. Və bu hekayədə göstərirlər ki, bunların bir övladı dünyaya gəlir. Yəni bu hissələr, yəni elə bilin ki, sizə nağıl janrını xatırladır. Yəni bunların biz Məhəmməd Füzulinin Leyli və Məcnun poemasında da demişdik ki, nağıl var süjetlə başlayır. Qəbilə başçısının övladı olmurdu, Nəzir Niyazdan sonra övladı oldu. Bunlar nağılvari süjetdir. Yəni nağla aid olan xüsusiyyətlərdir. Burada da uşaqlar, bax, hekayə janrında olsa da nağla aid olan xüsusiyyətlər verilir. Bunların bir övladı dünyaya gəlir və övladının təvəllüd uşaqlar anadan olma deməkdir. Anadan olduğu gün təvəllüdlü şadyanalıq eləyirlər, keçirdirlər. Hacı Nəsirlə Həlimə deməli, bu övladlarının, anadan olan övladlarının təvəllüd anadan olmaq günüdür. Təvəllüdünü şadyanalıq eləyirlər. Və şadyanalıq eləyəndən sonra şəhərin fəqir füqarasına, yəni kasıb küsbuna pul verirlər, xörək verirlər. Pulla xörək verirlər bunlara. Ki, yəni bunlar da bir ehsanlıq kimi deyirik də, ehsanlıq olsun. Və uşağın adını qoyurlar Nurəddin. Uşağın adı Nurəddin olur. Və bir neçə vaxtdan sonra günlərin bir günü Hacı Nəsir, yəni Nurəddin atası Hacı Nəsir, gələndə kibrit qutusu iriliyində bir dənə kitab gətirir. Kitabın adı Gülüstan. Mən sizə Gülüstan kitabı haqqında qısaca məlumat verəcəm. Gülüstan kitabı gətirir. Kiçik, miniatür deyirlər də, balaca kitab. Kibrit qutusu iriliyində olan bir dənə miniatür kitab gətirir. Və kitab gətirir, arvadı Həlimə soruşur ki, ay ki, bu kitabı, yəni hardan gətirmişsən, balaca kitabı? Bu cavab verir ki, Hacı Nəsir deyir ki, bir gün bazardan, tacirdə axı bazarda işləyir. Bir gün bazardan evə qayıdırdım və yolun üstündə, körpüdə bir nəfər kişinin ağlayan gördüm. Və yaxınlaşıb səbəbini soruşdum ki, yəni niyə ağlayırsan? Kişi mənə dedi ki, mən kasıb adamam, əslim İranlıdır, özüm xırdavat sata 300 manat pul toplamışam və bir saat bundan öncə pulumu cibimdən çıxardıblar, yəni oğurlayıblar. Və mən də mal alıb öz ölkəmə belə deyək də, yəni İrana qayıtmaq istəyirdim. Yaxud Cənubi Azərbaycandır deyə bilərik. İran, kitabda İranlıdır. İrana yazıb. İrana qayıtmaq istəyirdim. Bunu deyir həmin adam. Və oturub ağlayıram ki, yəni mənim artıq 300 manatım itib və 300 manatım itdiyinə görə mən mal alıb apara bilməyəcəm İrana. Bunu deyir. Bunu deyəndən sonra həmin bu Hacı Nəsirin yazığı gəlir də belə deyək. Ürəyi ağlayır, yazığı gəlir və çıxardır 300 manatı deyir, verdim həmin adama. Ağlayan kişiyə, körpünün üstündə. Və verib dedim ki, indi verib görək nədir Hacı Nəsir? Deyir ki, kəsbindən geri qalmaq. Kitabda uşaqlar kəsib yazıb,
Kəsb sözün mənası, yəni işindən, qazancından deməkdir. Kəsbindən geri qalma deyir. Həmin adama deyir, ağlayan adama. Ala bu 300 manatı, işləyib sonra qaytararsan. Buna diqqət eləyək. İşləyib sonra qaytararsan. Bircə dənə mənim balaca Nurəddinimə dua eləyərsən. Bunu deyir. Balaca Nurəddinimə dua eləyərsən. Bunu deyir. Və həmin adam Hacı Nəsirin əlindən öpür. Əlindən öpür. Və bunun adını soruşur ki, yəni adın nədir? Təbii ki, Hacı Nəsir deyər. Adın nədir? Mənzilini soruşur, çıxır gedir. 300 manat alır, çıxır gedir. Və axşam vaxtı Hacı Nəsir öz mənzilində oturub, çay içdiyi məqamda, görür ki, çay içdiyi məqamda, görür ki, həmin o adam gəldi. Gələn adamın əlində də balaca bir miniatür kitab olur. Və gəlir, Hacı Nəsirə deyir ki, Hacı, bundan yaxşı sovqat. Sovqat nə demək uşaqlar? Hədiyyə. Sovqat sözün qarşıda bir əsərdə də keçəcəksiniz. Sovqat. Deyir, bundan yaxşı sovqat ola bilməz. Ala mən rəhimdən, deməli bu İranlı olan, kasıb olan, burada 300 manatı itən adamın adı nədir? Rəhim. Deyir, mən rəhimdən sizin sevimli övladınız Nurəddinə bir yadigar olsun. Bu kitab. Bunu verir. Və həmin kitab da deməli Sədinin Gülüstan kitabıdır. Sədi Şirazi İranlıdır, Fars şairidir. Sədi Şirazi məşhur şair olur. Yəni klassik ədəbiyyatda adı ən çox çəkilən şairlərdən biridir. Əsərinin adı Gülüstandır. Qısaca məlumat verəcəm sizə. Və burada göstərirlər ki, Həlimə, yəni Nurəddinin anası, Həlimə bu kitabı ipək parçaya bükür, tikir ipək parçanın içinə və asır kimin boynundan? Nurəddinin boynundan. Və deyir ki, oğlum böyüyəndə oxuyar. Məsələn, mən üçün maraqlı gələn olub ki, mən çalışıram ki, nəyisə araşdırım. Sizin də araşdırmanız daha yaxşı olar gələcəkdə. Bu Gülüstan kitabını niyə buna hədiyyə versin? Görürsən, o balaca kitabda nə ola bilər? Təbii ki, miniatür kitabdır. Həmin o balaca kitabda uşaqlar çox böyük mətləblər var. Bir, mən sizə qısaca deyirəm, bunlar əsərdə yoxdur. Yəni, haşiyə çıxmışam. Bir, hökümdarın rəftarı ilə bağlıdır. Yəni, xalqa rəftarı məsələsi var. Bir, sizi üçün vacib olan məsələlər də var. Eşq və gənclik məsələləri də var. Yəni, sizə aid olan məsələ də var burada. Üçüncü, qocalıq olan məsələlər də var. Yəni, yaşlılıq, qocalıq olan məsələlər də var. Sonra, dördüncü məsələlərdən, orada 8 məsələ var. Dördüncü məsələ, susmağın faydaları var. Bunu həyatınıza tətbiq eləsə çox mükəmməl bir şeydir. Yəni, demirəm, həmişə susmaq lazımdır. İndi mənim susmağımın sizə faydası olmaz, amma yəni, susmağın faydalarından söhbət edib orada. Burada dərsimizin mövzusu deyil, amma dedim və bu əsər təxminən 1258-ci ildə yazıya alınıb və bu əsər haqqında da mən sizə belə deyək, məlumat verdim. Bu əsər haqqında da dedim, indi kimin vaxtı olsa, kimin belə deyək də gələcəkdə vaxtı olsa bu əsər haqqında da oxuyar, tövsiyəm oldu ki, yaxşı bir əsərdir. Ona görə uşaqlar, bu əsərdə böyük ehtimalla bildiklərindən görə, deməli, İranlı bunu bildiyinə görə, əsərdəki məzmunu bildiyinə görə bunu hədiyyə olaraq verir. Və yəqin ki, Hacı Nəsir də, Həlimə xanım da bu haqda məlumatı olduğuna görə həmin onu uşağın Nurəddin boynundan asırlar. Nurəddin 8 yaşına gəlir, çatır və atası bunu məktəbə qoyur. Məktəbdə sizin kimi birinci olur. Yəni, məktəbdə də birinci şagird olur. Amma günlərin bir günü Həlimə, yəni hamamdan çıxarkən özün soyğa verir və yatağa düşür. Hətta bir neçə məşhur Hacı Nəsir həkim də çağırır. Bir neçə həkim də çağırır, amma neynəsələr belə Həliməni geri qaytara bilirlər. Yəni, Həlimə vəfat edir. Həlimənin vəfat eləməyi Nurəddini pis təsir edir, amma yenə də məktəbdə oxumağını davam elətdirir. Bu belə. Və günlərin bir günü, yəni danışdığım vaxtlar qısa bir müddətdir, günlərin bir günü bu Hacı Nəsir yenidən evlənmək fikrinə düşür. Amma evlənmək səbəbi də o olur ki, öz övladını, yəni 8 yaşlı Nurəddinə kimsə analıq eləsin. Yəni məqsədi o olur ki, 8 yaşlı Nurəddinə kimsə analıq eləsin. Və bu niyyətlə, baxın buna diqqət edin, özü yaşadığı şəhərdən başqa bir şəhərə gəlir. Həmin şəhərdə
bunun belə deyək də şəriki var idi. Şəriki ilə hesab çəkməyə gəlmişdi. Bunlara diqqətli olun ha. Deməli, Hacı Nəsir başqa bir şəhərə gəlir. Həmin şəhərdə bir şəriki var idi. Həmin şəriki ilə hesab çəkməyə gəlmişdi. Hesab çəkəndən sonra gəldiyi şəhərin, özü olduğu şəhər yox ha, gəldiyi şəhərin 20 verstliyində, verst sözünün mənası təxminən bizim dillə desək, uzunluq vahididir. Uzunluq vahididir verst. Bizdə elə ki 1 kilometrdən biraz artırdı uşaqlar. Deməli 20 verst təxminən 20 kilometrdən biraz artırdı. Deməli, həmin bu Hacı Nəsirin gəldiyi şəhərin, olduğu şəhər yox, yaşadığı şəhər yox, gəldiyi şəhərin 20 verstində bir kənd var idi. Həmin kənddə bunun tanışı var idi. Tanışının adı İmamverdi idi. İmamverdinin evinə gəlir. Gəlir İmamverdinin evinə, İmamverdi bunu xoş qarşılayır, yəni mehriban qarşılayır və İmamverdi öz qızı, qızın adı Gülpəri. Gülpəriyə deyir ki, Hacı Nəsir yol gəlib, yemək hazırla, nahar hazırla. Buna yemək hazırla. Qız da deyir, yaxşı. Görək bu Gülpəri kimdir? Gülpərinin 23 yaş var idi. Qara buğday idi. Balaca boy idi. Və bədxasiyyət bir qız idi. Çox bədxasiyyət, yəni xasiyyəti pis idi. Amma Həlimənin xasiyyəti isə mükəmməl idi. Bunun nə yaraşığı yox idi. Nə də ki, nə camalda gözəl idi, nə də xasiyyətdə. Heç bir yox idi bunda. Və bunların söhbətinin sonundan, uzun sürən söhbətin sonunda Tale elə gətirdi ki, bunlar 2 gündən sonra həmin bu Gülpəri köçlü gəldi Hacı Nəsirin evinə. Yəni, Nurəddinə oldu analıq. Gəldi bunun evinə. Evə gələn kimi bədxasiyyət qızı da evdə hamı ilə kobud davranır. Və bu kobudluğa Hacı Nəsirin 10 ildən ziyadə çox deməkdir. 10 ildən çox Hacı Nəsirə qulluqçılıq edən bir nəfər dözə bilmədi bu kobudluğa, çıxdı getdi. Amma ikinci bir nökərin adı Bahar olur. Bahar isə Nurəddini çox istəyirdi. Ona görə deyir ki, mənə neynəsində mən dözəcəm. Kimə görə? Nurəddinə görə. Bahar adlı nökər dözür qalır buna görə. Və bu söhbətləri eşidir Hacı Nəsir. Hacı Nəsir Gülpərini almağa peşman olur. Heç gəlməyi qısa bir müddətdir. Peşman olur bu söhbətlərə görə. Və günlərin bir günü bu Nurəddin məktəbdə, bayaq deyir ya, məktəbdə ən yaxşı oxuyan idi, birinci idi. Məktəbdən evə gec gəlir, yəni evə gec gəlir. Gec gələndə Gülpəri bunu döyür. Analığı bunu döyür. Bunu möhkəmcə döyür və döydüyü vaxtı da həmin vaxtda Hacı Nəsir təsadüfən bunu gəlir, görür. Gəlib görəndə uşağı əlindən alır, deyir ki, görün Gülpəriyə nə deyir? Deyir, ay yaramaz. Ay yaramaz deyir. Səni deyir, kasıblıqdan xilas elədim. Yəni, mən sənə yaxşılıq elədim. Kasıblıqdan xilas elədim. Səni özümə arvad elədim ki, bu uşağa, yəni, analıq eləyəsən. Yoxsa ona cəlladlıq eləyəsən, səni bir gündə bundan sonra bu evdə saxlamaram. Yəni, səni saxlamaram. Yazıq kişi deyir, evi tərk edir. Və gedir bazara. Və bu bazara gedəndən yarım saat keçməmiş xəbər çıxır ki, Hacı Nəsirin ürəyi partlayıb. Gələcəkdə kişilərdən müğayət olun. Hacı Nəsirin ürəyi partlayır, ölür. Yazıq kişinin ürəyi partlayır, ölür burada. Bunu yadda sağlayın. Əsərdir, amma bizə şura altda nələr deyir. Yazıq kişinin ürəyi partlayır, ölür kişi. Və burada bunu da deyək, kişinin ürəyi partlayır, ölür. Və bu hadisədən 3 gün, kişinin ölməyindən, Hacı Nəsirin ölməyindən 3 gün keçəndən sonra görün nə olur. Bunun analığı, yəni Gülpəri, 23 yaşlı Gülpəri, gəlir Nurəddinin üzündən maç edir, yəni öpür bunun üzündən, cibinə pul qoyur, deyir məktəbdən qalma. Nurəddin fikirləşir ki, zəki bir uşaq olur, ağlı bir uşaq olur. Deyir ki, buna bax ya, bu mənlə Gülpəri deyir, əvvəl də mənlə belə bir mehribanda olansaydı, heç atamın ürəyi partlayıb ölməzdi. Nurəddin bunu başa düşmür ki, niyə belə edir? Amma
bu yazığın ağlından keçənlər sən demə heç biri deyildir. Yəni Nurəddin ağlından nə keçirdisə, onlar Gülpərinin fikirləri deyildi. Görək Gülpəri nə fikirləşir. Gülpəri bilirdi ki, öz övladı yoxdur. Ona görə Hacı Nəsir tacir idi, tüccar idi. Hacı Nəsirin bütün var dövləti, hamısı kimə qalacaq? Hamısı Nurəddinə. Hamısı Nurəddinə qalacaq. Ona görə Gülpəri planlaşdırırdı ki, uşağın qəyyumluğun, qəyyum sözün mənası uşaqlar himayə deməkdir. Birdən sizə bu Azərbaycan dilində də sözlərin mənasını soruşaq. Qəyyum sözünün mənası himayə, himayəçi deməkdir. Oldu, himayə eləməkdir. Yəni, bu da istəyirdi ki, Gülpəri istəyirdi ki, ona, baxaq, Gülpəri istəyirdi ki, ona himayəçi olsun, qəyyum olsun və pıl da kimə çatsın? Qəyyuma çatsın. Çünki Nurəddin necə idi? Uşaq idi. Bunun ağlına keçmirdi. Nurəddin nə bilsin ki, bu belədir. Və Nurəddin evə gələndə, məktəbə yazır, fikri gəlir. Evə gələndə Bahar buna deyir ki, Gülpərinin planlarını buna deyir. Deyir ki, Nurəddin, sən qorxma. Sən nə qədər sağsansan, sən nə qədər sağ olsan, Gülpəri sənə heç eləyə bilməz. Çünki sənə nəsə eləsələr, Gülpərini nədən çıxardarlar? Qəyyumluqdan, himayəçilikdən çıxardarlar. Ona görə qorxma. Sənin bir manatına belə toxuna bilməz. Kim? Gülpəri sənin bir manatına belə toxuna bilməz. Qorxma. Və bu minvalla bir müddət gəldi, keçdi. Və həmin bu Nurəddinin gözlədiyi gün gəlib çatdı. Nurəddin hansı günü gözləyirdi? Nurəddin gözləyirdi ki, kəndə gedəcəklər. Və İmamverdi babanın yanına. Yəni analığının, Gülpərinin atasının yanına. Yəni babası sayılır da yenə. Babasının yanına, İmamverdi babanın yanına kəndə gedəcəklər. Buna görə sevinirdi. Və Gülpəri də evdə nə qədər əşya, şeyşük varsa hamısını yığır aparır. Və Bahara da tapşırır ki, Bahar da ümid eləyirdi ki, bunu da apararlar kəndə. Yəni Nurəddinin yanında bu da olar. Və bunu da istəyir ki, aparsın, amma Gülpəri Bahara deyir ki, səndən başqa heç kəsə ümid ola bilmərəm. Sən harada qalmalısan? Sən şəhərdə qalmalısan. Səndən başqa heç kəsə ümid ola bilmər. Yəni Baharı aparmır. Və özü də Gülpəri bir neçə gün əvvəl atasına kağız yazır. Kağız yəni məktub yazır. Atasına bir dənə kağız yazır, məktub yazır ki, biz filan vaxtı öz şəhərimizdən, yaşadığımız şəhərdən çıxırıq. Yəni bizi Bağzalda qarşılar. Atasına yazır, İmamverdiyə yazır. Və bunlar nə qədər şeyşülər varsa hamısını yığır, gəlir çatırlar Bağzala. Bağzala ikinci gün gəlib çatırlar və Bağzalda görür ki, nə atası var, nə də bir başqa adam yoxdur. Bax, buna diqqətlə qulaq asaq, nə atası var, nə də bunu gözləyən heç kəs yoxdur. Gülpəri zənn eləyir ki, güman eləyir ki, ya atamın gəlməmək səbəbi, baxın ha, bunun gümanına baxın. Atamın gəlməmək səbəbi nəsə bir şey ola bilər. Ya kağız gedib çatmım, yəni məktub gedib çatmım. Ya da ki, kişinin başına nəsə gəlib. Yoxsa niyə gəlməsin? Bunu deyir. Və Gülpəri qorxurdu ki, həmin bu şəhərdən, yəni gəldikləri şəhərdən, həmin bu kəndə qədər 20 verst var. Yəni 20 kilometrdən artıq yol var. Həmin yola qədər getdiyi yolda meşədə soyğunçular olur. Quldurlar, soyğunçular olur. Bu da nə qədər, evində nə qədər əşya, pıl, para varsa hamısını yığıb götürüb gəlmişdi. Gülpərinin də hiləgər qadının niyyəti var idi. Və bunlar gəlirlər, 2 dənə fayton tutur. Və bununla nökərin adı, Gülpərinin də nökərin adı Cəfər olur. Cəfərə deyir ki, 2 dənə fayton tap, 2 dənə fayton tapır. Faytonların birində özü ilə Nurəddin oturur. Çünki qəyyum idi də, Nurəddini gözündən kənar qoymur. Digərində isə, digər tərəfdə isə bütün nə qədər şeyşüləri ilə Cəfər adlı nökəri yığır ora. Ki, yəni sən də orada ol, qal orada. 2 fayton gedirlər. Bir müddət getmiş və 2 versliyində, meşənin qurtarmağının 2 versliyində, yəni 2 kilometrdən biraz çox məsafədə bu vaxtı kimsə Cəfərin qarşısını, faytonun qarşısını kəsir. Deyir ki, dayan,
Üşatdan, yoxsa odlaram. Yəni, tüfəngdən ataram. Cəfər kimisə görür, sevinir, nökər Cəfər. Deyir ki, Əmir Aslan deyir, Əmir Aslan ağa sənsən, bunu deyir. Əmir Aslan ağa deyir, sənsən, bunu deyir. Əmir Aslanı tanıyır. Və bu da səsi eşidir, Gülpəri də səsi eşidir. Deyir ki, əmi oğlu deyir, nə yaxşı sənsən. Deməli, bu Əmir Aslan kimdir? Gülpərdən əmsin oğludur. Və deyir ki, yaxşı ki, deyir, sənsən, deyir, atam niyə gəlməyib, atasını soruşur. Əmir Aslan da buna deyir ki, əsərimizin mənfi qəhrəmanlarından biri Əmir Aslandır. Əmir Aslan da buna deyir ki, mən sənin gəlməyindən xəbərim yoxdur, buna fikir verin ha. Mənim sənin gəlməyindən xəbərim yoxdur. Sadə, mən deyir, səhər tezlərdən evdən çıxmışam. Əmim yəqin ki, ona görə gəlməyib ki, körpünü sel aparıb. Ona görə gəlməyə bilər, ehtimalını deyir. Və bunlar ikisi otururlar faytona, kimlə? Əmir Aslanla Gülpəri. Bunlar gizlin-gizlin söhbət edirlər. Görək, Əmir Aslan kimdir? Əmir Aslan, baxaq, İmamverdi kişinin kiçik qardaşı Tanrıqulunun oğludur. Tanrıqulu kişinin bir dənə övladı olub. Onun da adı Əmir Aslan. Və Əmir Aslan tək ovlad olduğuna görə bunu ərköyün böyütmüşdür, atası. 9 yaşı olanda, bayaqları dediyi ki, uşaqlar, 8 yaşı olanda Nurəddin məktəbə getmişdi. 9 yaşı olanda Əmir Aslanı məktəbə qoyurlar, getməyə. Yəni, bunu molla yanına qoyurlar, məktəbə qoyurlar. Amma bu molla yanına gedəndən 3 gün sonra məktəbdən qaçır Əmir Aslan. Yəni, oxumur da, məktəb oxumur, qaçır 3 gün sonra. Sonra bir neçə tanışını, bir neçə adamın məsləhəti ilə, kitabda belə yazır, bir neçə adamın məsləhəti ilə bunu qoyurlar şkolaya, şkola yəni məktəbə, yeni məktəbədə belə deyək. Bunu qoyurlar yeni tipli şkola, yəni məktəbə qoyurlar. Yeni tipli bunu şkolaya, məktəbə qoyurlar. Şkolaya gedəndə, yəni məktəbə gedəndə oradakıları həm müəllimləri incidir, həm də ki, ora gedəndə bir nəfəri sinif yoldaşlarından birini yaralayır. Yaraladığına görə bunu məktəbdən, şkoladan uzaqlaşdırırlar. Sonradan 16 yaşına qədər, 16 yaşı olanda bunun atası da vəfat edir Tanrıqulda, anası da vəfat edir, hər ikisi. Və 16 yaşından sonra bu adam uşaqlar qurşanır ancaq pis işlərə. Yəni, qumar oynayırdı və pılı da ancaq atasından qalan malı mülkü hamısını xərcləyir qumara, kefə, kef məclislərdən, hamısını. Və bunun əmsi də, İmamverdi də buna dəfələrlə demişdi ki, belə eləmə. Amma gördü ki, sözünə qulaq asmır. Və bu bütün mal dövlətin hamısını itirir. Yəni, Əmir Aslan nə qədər varı dövləti varsa hamısını itirir. Xərcləyir də qumara, kefə, xərcləyir qutarır. Xərcləyir qutarandan sonra baxın. Xərcləyib qutarandan sonra gözü düşür əmsinin var dövlətinə. Əmsi olsa kasb adam idi. Yəni evinə nəy var idisə, İmamverdiyə. Amma neynəmək istəyirdi? Gülpərini almaq istəyirdi. Amma baxın buna diqqət edin, Gülpərini almaq istəyirdi. İstəyir ki, Gülpəri ilə evlənsin. Amma Gülpərini sevdiyinə görə yox, əmsi qızı idi. Sevdiyinə görə yox. Nəyə görə? Mal dövlətə görə. İstəyir ki, onun mal dövlətini ələ keçirsin. Yəni məqsədi o idi bunun, Əmir Aslanın. Amma görək bəs Gülpəri necə idi? Amma Gülpərinin ürəyi əmsi oğlundaydı. Yəni, bəli, Gülpərinin ürəyi əmsi oğlundaydı. Və Gülpəri istəyirdi ki, uşaqlar qoşulub qaçsınlar. Çünki atası narazı idi. İmamverdi bu söhbəti eşidəndə demişdi ki, yəni nə qədər ki, mən sağam, bu söhbət ola bilməz. Yəni, öz qızım Gülpərini sənə verə bilmərəm. Bunu demişdi. Amma Gülpərinin də könlü kimdə idi? Bəli, Əmir Aslan'da. Əmir Aslan da əslində ona sevgi bəsləmirdi. Onu belə deyək də, onu istifadə edib, malın dövlətin ələ keçirdib, qumara, kefə xərcləmək idi. Bunun məqsədi bu idi. Məhz Əmir Aslan belə bir hərif idi. Orada hərif sözünə diqqət edirsiniz. Vaxtı ilə ana dilində keçəndə hərif deyirdim. Bir var hərf, 4 hərfli, bir də var hərif.
O hərf sözünə diqqət edərsiniz. Əmraslan məhz belə bir hərf idi. Bunlar gəlib çatdılar kəndə. Kəndə gəlib çatdılar və bu kənddə İmamverdi baba, Nurəddin, bir də ki Gülpəri üçü bir yerdə idi. Əmraslan da təbii ki öz belə deyək də yaşadığı soyğunçuluqla, quldurluqla məşğul idi bu adam. Və günlərin bir günü bunlar kəndə gəlmiş, bir neçə gün keçmişdi. Nurəddin Gül kəndə gəlməyindən bir neçə gün keçmişdi. Əmraslan əmsigilə gəlir. Əmraslan əmsigilə gəlir. Və Nurəddin görür ki, baba ilə, İmamverdi baba ilə Əmraslan ikisi bir yerdə, bir dənə otağa keçdilər. İmamverdi babanın möhkəm səsi, qışqırığı gəldi. Amma Nurəddin bilmədi ki, orada nədən söhbət gedir. Onu bilmədi. Və bu söhbətdən 3 gün sonra Gülpəri kəbinin kəsdirir əmsi oğluna, yəni Əmraslana. Və bunlar evlənirlər, köçürlər öz evlərinə. İmamverdi baba ilə Nurəddin ikisi yaşayırlar. Nurəddinə çox ləzzət eləyir də, çox xoş gəlir ki, baba ilə yaşayır. Amma bunların sevinci uzun sürmür. Günlərin bir günü, yəni qısa bir müddət sonra Gülpəri gəlir, İmamverdi babadan alır, Nurəddini aparır. İmamverdi baba narazılıq eləsə də əvvəlcə, amma onun narazılığının heç bir faydası olmur. Heç bir faydası olmur ki, narazı olur, amma heç bir faydası olmur. Aparır, Gülpəri özü ilə bir yerdə Nurəddini aparır öz evinə. Çünki qəyyum idi axı, bir qorxurdu ki, əlində olanlar itirə bilər. Və bu müddət ərzində Əmraslan Gülpərinin nə qədər nağd pulu var idisə hamısını xərcləyir. Hamısını qumara, keyfə xərcləyir, tutarır. Baxın ha. Bu qutardı. İndi Əmraslanın planı var axı. Gülpərinin sevgisi var əmsi oğluna qarşı. Amma bunun da planı var Əmraslan. Əmraslan fikirləşir ki, nəsə eləsin. Elə bu vaxtı xəbər çıxır ki, İmamverdi babanın iflic olub. İflic azarından, xəstəliyindən yazğın dili tuturub, danışa bilmir. Yataq xəstəsidir. Və gecə ilə Gülpəri ilə Əmraslan gecə ilə gedirlər, Nurəddini aparmadan gedirlər İmamverdi babanı yoxlamağa. Və gecə qayıdıb gələndə axşam vaxtı danışırlar ki, bəs İmamverdi baba dili tutulsa da, amma ölüm halı yoxdur, hələ ki sağdır. Nurəddinə baxın ha, əsl babası deyildi, amma uşaqda şəfqətə baxın. Uşaqda ürəyə baxın. Buna diqqətlə fikir verin ki, uşaqda ürəyə baxın. Uşaq deyir ki, kin yoxdur da uşaqda. Deyir ki, məni Əmraslan neynəsə belə, mən gedib babanı gedib yoxlayacam. Sübh tezdəndən belə olsa gedib babamı yoxlayacam. Bunu deyir uşaq. Və uşaq, Nurəddin, sübh tezdəndən yuxudan durur. Və gedir ki, İmamverdi babanı yoxlamağa gedir. Elə ki, qapıdan çıxanda bir də görür ki, Əmraslanla Gülpəri gizlin danışır. Keçir Korların dalına və qulaq asır. Görür ki, Əmraslan deyir ki, sənə demədim, bunun bircə dənə çarəsi var, o da zəhərləmək. Nurəddin əlin tutur ki, ay Allah, bəs bunlar İmamverdi babanı zəhərləyəcəklər. Mən qoymaram İmamverdi babanı zəhərləsinlər. Uşağa bax, ürəyə bax uşaqda. Amma sonradan Əmraslanın sözünə baxın. Əmraslan deyir ki, onsuz da deyir, indi deyir, ən yaxşı vaxt indidir deyir. Çünki İmamverdi, yəni əmmin deyir, bir dəqiqə halı yoxdur. Özü yataq xəstəsidir, dili tutulub, iflicdir. Bahardakı qulluqçu, o da çox uzaqdakı. İndi deyir, Nurəddinin ölməyini deyir. Nurəddinin ölməyi, itməyi. Kimə gərəkdir? Kim Nurəddini axtaracaq? Heç kəs. Nurəddin kim qalıb? Anası ölüb, atası ölüb. Bir dənə nökər Bahardır, o da ki, çox uzaqdadır. Bunu kim axtaracaq? Heç kəs axtarmaz. Və onda yazıq uşaq nə vəziyyətə düşər? Biruh olar. Biruh kitab cümləsi, yəni ruhsuz olar. Qorxudan. Və bu Nurəddin çox qorxur, bilmir ki, neynəsin. Və sonradan bunlar fikirlərini dəyişirlər. Əmraslan yenidən deyir ki, Gülpəriyə, razısansa deyir, uşağı göndərək quyudan, yəni Nurəddini göndərək quyudan su çəkməyə. Quyudan su çəkməyə gedəndə, mən deyir, onu arxadan itələyərəm suya, quyuya. Ölüb qalar orada.
Ondan sonra deyir, kim neyinir deyir. Nurəddin, yəni kim axtaracaq? Heç kəs. Razısan? Gülpəri deyir, razıyam. Baxın, buna fikir verir. Gülpəri buna razılaşır. Yəni, ən azından analığı idi da bunun. Hacı Nəsir bunu kasıblıdan xilas edib götürüb gəlmişdi. Analığı idi də. Lab analığı olmasa belə, yəni bir qadındır, şəfqət daha yüksək olmalıdır buna. Amma deyir ki, razıyam. Və bundan sonra Nurəddin fikrini dəyişir və deyir ki, mənim İmamverdi babanın yanına niyə gedim? İmamverdi baba özü iflis xəstəsidir, ona kömək lazımdır. Ən yaxşısı kimin yanına getməlidir? Baharın yanına getməlidir. Məni bircə dənə Bahar xilas edə bilər. Deyir və üzü tutur meşəyə tərəf. Və bir müddət gedəndən sonra meşədə azır. Yazıb uşaq azır. Və gün batandan sonra çıxır bir dənə ağac, şaxlı budaqlı bir ağaca çıxır. Ağacdan yuxuya dalır. Və bir müddət sonra ayılır və qorxur. Əvvəlcə ağacda olduğun, yuxuda olduğun bilmir. Və qorxur, çox qorxur. Və bu vaxt qarğaların səsindən, yoldan keçən, qarğaların səsindən, yoldan keçən Cənnətəli adlı bir dilənçi olur. Yoldan keçir, Cənnətəli adlı bir dilənçi gör ki, bir dənə uşaq ağacdadır. Çağırır ki, ay oğul deyir, düş aşağı səni evə aparıram. Nurəddin qorxudan deyir ki, mən atam anam yoxdur, mən kimsəsizəm yetiməm, mənim evim də yoxdur. Qorxudan deyil. Amma uşaq özü də azmışdı Nurəddin. Nurəddinə quru çörək verir, soğan verir. Quru çörək, soğan bizdə Kitab Dədə Qorqud dastanında da var idi, yada salın uşaqlar. Quruzun dustaq olduğu boyda da var idi, yada salın. Burada bu məsələləri də deyir ki, yəni çörək verir, buna quru çörək, soğan verir, verir. Uşaq özünə gəlir və uşaq Nurəddin bütün hadisələri Cənnətəliyə danışır. Cənnətəliyə deyir ki, əmi deyir, baxın, əmi, məni deyir, əgər Bahara aparıb çatdırsan, sənə nə istəsən verər, məni Bahara çatdır. Və Cənnətəli deyir ki, sizin şəhər buradan çox uzaqdır. Çox uzaqdır, səni apararam evə. Götürür, gəlir və 12 gün bunlar yol gələndən sonra bir şəhərə çatırlar. Və şəhərə çatanda Cənnətəli dilənçi olur və xəstələnir. Cənnətəli xəstələnir. Cənnətəli burada xəstələnir, gəldikləri şəhərdə xəstələnir və dilənçi bugün dilənməsə pul olmaz. Ona görə Cənnətəli öz yerinə Nurəddini göndərir. Nurəddin ömründə heç kəsə ağız açmamışdır. Əl uzatmadım deyənə yazıb bir neçə küçə gəzir, amma heç kəsə əl aça bilmir. Yəni dilənə bilmir də, öyrənmə baxın. Qəfildən ayağı ilişir və yolu keçəndə yıxılır yerə. Bu vaxtı iti addımlarla, yəni iti gələn fayton bunu vurur. Nurəddini vurur. Nurəddini vuranda cəmaat yığılışır və burada faytonda gedən adamın adı olur Rəhim. Görək bu Rəhim əsərin başlanğıcında Hacı Nəsir 300 manat verdiyin Rəhimlə eynidir, Rəhim yoxsa fərqlidir. Və mindirirlər, cəmaat orada mindirir bu uşağı, Nurəddini, Rəhimin faytonuna və Rəhim götürür gəlir evinə. Evinə gəlir və ən məşhur cərrahı çağırır evinə. Cərrah, yəni həkim gəlir, görür ki, uşağın elə bir şey yoxdur, deyir ki, uşağın yaralarını təmizləyir, yuyur, təmizləyir, sarıyır və deyir ki, 5-10 günə sağalar. Bunlara diqqətlə fikir verin. 5-10 günə deyir sağalar, uşaq sağalar. Və Rəhimin də həyat yoldaşının adı Rəhim olur. Həyat yoldaşının adı Rəhim olur. Rəhimə baxır, görür ki, uşağın paltarı pis vəziyyətdən, uşağı soyundururlar ki, çimdirsinlər. Görür ki, uşağın boynunda bir dənə dua var. Duanı açırlar ki, parçası köhnə olur da, bulaşır. Bunu yenisi ilə əvəz eləsin. Duanı yenisi ilə əvəz eləsin. Gör ki, balaca bir kitab çıxır. Əri Rəhimə verir ki, ay Rəhim, bax gör bu nə kitabdır. Rəhim deyir ki, ay Allah, sevinir. Şükür eləyir ki, ay Allah, mən tapmışam. Görək, nəyə tapıb? Uşağa gəlib soruşur ki, Nurəddindən, adın Nurəddindirmi? Uşaq zəif səslə deyir ki, bəli, adım yəni Nurəddindir. Burada Rəhim bunu deyəndən sonra ki, yəni adın Nurəddindir, uşaq da deyir, adım Nurəddindir, zəif səslə. Burada Rəhimə soruşur ki, sən uşağın adını oradan bildin? Deyir ki, oradan bildim ki, vaxtı ilə mənə kömək eləyən Hacı Nəsir var ha. Mənə 300 manat kömək eləyən adam. Bu Hacı Nəsirin oğludur, Nurəddindir.
Onu deyir. Və bunu deyəndən sonra bir müddət sonra amma uşaqdan bura düşmək səbəbini hələ soruşmurlar ha. Ardıcıllığa diqqət edin. Sonra uşaq sağalır, ayağa qalxandan sonra, ayağa qalxandan sonra uşaqdan soruşurlar ki, sən niyə dilənçi olmuşsan? Axı atan, yəni Hacı Nəsir imkanlı adam idi. Bu da başına gələn hadisələri danışır Nurəddin. Və Nurəddin bunlardan xahiş edir ki, rəhimlə rəhimə. Sizdən artıq dərəcədə təvəqqə edirəm. Məni Baharın yanına göndərin. Yəni, məni Bahar xilas edə bilər. Onun yanına göndərin. Və burada Rəhim kitabı əlinə götürür, o Gülüstan kitabı, Sərdənət. Kitabı uşağa göstərir ki, deyir ki, Nurəddin, sən bu kitabın hekayəsini, nağılını bilirsənmi? Nurəddin deyir ki, bəli, atam mənə danışıb. Deyir ki, bax, atanın dediyi həmin o Rəhim mənəm. Həmin o Rəhim mənəm deyir. Mən deyir, səni belə buraxa bilmərəm. Ən yaxşısı deyir, Baharı deyir, kağız yazaq, məktub yazaq, Baharı bizim yanımıza çağırar. Buna razılaşır və yadda saxlayın, Rəhim bunu oğulluğa götürür, yəni övladlığa götürür. Deməli, Rəhim burada yaxşılığa neynədir? Yaxşı, vaxtı ilə 300 manata görə, baxın ha, vaxtı ilə elədiyi 300 manata görə, bunu öz, yəni uşağı yox idi deyənə, o uşağı övladlığa götürür. Və bunu edadı məktəblə, edadı orta məktəb deməkdir, orta məktəbə qoyurlar. Orta məktəbə qoyurlar, edadı məktəblə. Və bu söhbətdən 10 il keçir. Artıq, yəni 18 yaşına artıq keçir, 10 il keçir. Və bu günlərin bir günü, hələ tam 10 il keçməmişdən əvvəl uşaqlar tələsməyən bir iki dəqiqəli bir ardıcılığı deyim. Günlərin bir günü bu məktəbə gedərkən, hələ 10 il bitmir. Günlərin bir gün məktəbə gedərkən qarşısına Cənnətəli çıxır, yəni dilənçi. Cənnətəlini götürür, gəlir. Axırda da bir sual verəcəm sizə, diqqətli oxuyanlar deyər. Cənnətəlini götürür, gəlir öz evinə, buna bir təzə paltar verirlər və Cənnətəlini də bağban edirlər. Deməli, yenə də yaxşılığa yaxşılıq oldu burada. Niyə? Cənnətəli vaxtı ilə bunu götürüb şəhərə gəlmişdi, yəni bir çörək, soğan nəsə vermişdi, yanında saxlamışdı uşağı. Ona görə bu da Cənnətəlini nə kimi götürür gəlir? Bağban kimi, Cənnətəlini də götürür gəlir, bağban kimi götürür gəlir. Və bunu da dedik və bu hadisədən bir müddət sonra günlərin bir günü uşaqlar Bahara məktub yazmışlar axı. Bahar gəlir. Bahar gəlir çatır bu məkana. Gələndə Nurəddinlə qarşılaşır, yəni bunların evinə gəlir də, ünvanına gəlir. Nurəddinlə qarşılaşanda çox təəccüblənir. Bahar Nurəddini görüb çox təəccüblənir. Nurəddin bundan soruşur ki, Bahar deyir, məni tanımırsanmı deyir. Bu da qaçır, bunu qucaqlayır, Bahar buna nökər, qulluqçu bunu qucaqlayır, deyir ki, səni hamımız ölmüş bilirdik. Səni hamımız ölmüş bilirdik, deyir. Hətta divan belə, yəni idarələr, polis idarəsi belə, divan belə səni ölmüş bilirdik. Yəni ona görə mən təəccübləndim. Deyir və bu da Bahar da burada qalır və bu hadisədən belə deyək, 10 il müddət keçir. Və artıq Nurəddin gəncdir, yeniyetmədir, məktəbi qutarıb və məktəbi qutarmaq münasibəti ilə evində ziyafət verir, qonaqlıq verir, Rəhmin evində. Ziyafət verir dostlarına, məktəb yoldaşlarına ziyafət verir. Və ziyafət verir və ziyafət verib bitirəndən sonra, cəmaət dağılışandan sonra Nurəddin deyir ki, mən gedim bir dənə hava alım. Bağa gedir. Bağa gedir və bağa gedir geri qaydanda çay süfrəsinə, geri qaydanda yanında da bir nəfər götürür. Bir nəfər gəlir yanında da. Gəlir həm ata deyir də, yəni Rəhmə də ata deyir, Rəhimə də ana deyir. Deyir ki, təvəqqə edirəm atasına deyir. Bir nəfər gətirmişəm, onu yəni xahiş eləyirəm, təvəqqə eləyirəm. Bir nəfər gətirmişəm, onu qəbul eləyəsiniz deyir. Onu qəbul eləyəsiniz. Bunu deyir. Və anasına, yəni Rəhimiyə deyir ki, ana deyir, bunu tanıyırsanmı bir nəfər qadını, dilənçi qadını göstərir. Bahar deyir ki, bu Gülpəridir. Bahar da bunlarda qalaq. Deyir, bu Gülpəridir. Yəni analığı. İmamverdinin qızı. Deyir, bu Gülpəridir. Gülpəri gəlir
Və burada Nurəddin böyülük eləyir. Görün nə deyir? Nurəddin deyir ki, Gülpəriyə deyir, sən mənə deyir, zülm və cəfa eləmsən. Sən mənə zülm və cəfa eləmsən. Mən onun qarşılığını vermirəm. Yəni, onun əksinə olaraq deyir, mən səni bağışlayıram. Baxın, ha. Mən deyir, səni bağışlayıram. Elədiyim cəfanı, zülmə görə mən səni bağışlayıram, deyir. Gülpəri düşür bunun ayaqlarına. Ayaqlarına düşür. Bu da Gülpərini qaldırır, deyir, otur. Yəni, ayaqlarına düşmə ehtiyac yoxdur. Və burada Gülpəri başına gələn hadisələri danışır. Gülpəri deyir ki, Nurəddinə, mən sənin ölümünü istəmirdim. Ölməyi istəmirdim. Mal dövlətinə sahib olmaq istəyirdim. Amma sənin ölümünü istəmirdim, deyir. Məni deyir, o şeytan Əmraslan yoldan çıxartdı. Baxın, ha. O şeytan adlandır. Vaxtı ilə sevdiyi adam. Şeytan Əmraslan məni yoldan çıxartdı. Səni deyir, ölmüş bilib, sənin malını, dövlətin hamısı deyir, gələndi. Hətta deyir, Əmraslan deyir, bütün mal dövləti xərclədi. Şəhərdəki evi də, baxın ha, şəhərdəki evi də, kətdəki evi də, hamısını deyir, qumarda, kefdə itirdi Əmraslan. Ondan sonra deyir, məni də evdən qovdu. Baxın ha, əmsi uşaqda heç, ailəsini demirəm heç. Öz əmsi qızın Əmraslan evdən qovur. Məni də deyir, evdən qovdu. O gündən mən dinənciyəm. Və özü də bir müddət sonra quldurluqla məşğul oldu, soyğunçuluqla məşğul olduğuna görə Əmraslan divan tərəfindən tutulur, öldürülür. Və bunu deyəndən sonra bunu da artıq bağışlamışdı və Rəhim gəlir, deyir ki, yəni mənim verdiyim tərbiyənin nəticəsini görürəm, deyir. Artıq 10 il bunun tərbiyəsindən də. Mən deyir, səni saxlamaqla yaxşılığa yaxşılıq elədim. Bu, hər kişinin işidir. Amma sən Gülpərini bağışlamaqla yamanlığa yaxşılıq elədin. Bu isə ər kişinin, yəni igid kişinin işidir. Bunu deyir, Rəhim gəlir, Nurəddini qucaqlayır, öpür.